21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Suraxanı rayonu 226 nömrəli tam orta məktəbdə Ana Dilim, Varlığım adlı ədəbi bədii gecə keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdürü Günay Qurbanova, Suraxanı rayon İcra Hakimiyyətinin sektor müdürü Sevinc Ağayeva, Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kimya Texnologiyalar Fakültəsinin dekanı Professor Sevinc Məmmədxanova, Odlar Yurdu Universitetinin Filologiya və Humanitar Fənlər Kafedrasının dosenti, məktəbimizin məzunu Ülviyə Mehrəliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam, dünyada ilk dəfə Quranı ipək parça üzərində yazan Tünzalə Məmmədzadə, Neft Energetika Kollecinin direktoru Ata Babayev, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazov, Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmayanların iş bölməsinin rəisi Əfqan Ağayev, şəhid anaları, ziyalılar, rayonun tanınmış ictimaiyyət nümayəndələri, media işçiləri iştirak ediblər. Öncə təşkil olunmuş sərgidə gənc rəssamların çəkdiyi əsərlər, şux rəqslər, Azərbaycan idmanına töhfələr verən müxtəlif medallarla təltif olunan gənc idmançıların çıxışları, eləcə də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarix müəllimi Təranə Cəbiyevanın tariximizə aid şəxsi kolleksiyası və müəllifi olduğu kitablar nümayiş olunub. Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olan igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru şəhid Əli Hüseyin Məmmədovun anası Arzu Məmmədova çıxışında 21 fevral Beynəlxalq Ana Dili Günü haqqında məlumat verərək bu günün Azərbaycan xalqının ruhunu, tarixini, kimliyini yaşadan ana dilimizin hər birimizin milli sərvəti olduğunu diqqətə çatdırıb. Həmçinin tədbirin aparıcısı, ana dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova çıxışında ana dilimizin müqəddəs və dəyərli olduğunu bildirib. Ədəbi bədii gecədə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin ana dilimizlə bağlı çıxışları alqışlarla qarşılanıb. Şagirdlərin hazırladıkları mahnılar, şeir çələngi, tarixi şəxsiyyətlərimizdən Xətainin, Füzulinin, Nəsiminin, Natəvanın dili ilə səsləndirilməsi tədbirə xoş ovqat bəxş edib. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdürü Günay Qurbanova, Suraxanı rayon İcra Hakimiyyətinin sektor müdürü Sevinc Ağayeva, şəhid Qəhrəmanov Orxanın anası Arzu Qəhrəmanova, Odlar Yurdu Universitetinin Filologiya və Humanitar Fənlər Kafedrasının dosenti, məktəbin məzunu Ülviyə Mehrəliyeva, uzun illər direktor kimi çalışmış Ceyran Novruzova çıxış edərək dünya dilləri içərisində əsas yer tutan ana dilimizin əsrarəngiz gözəlliyindən, babalarımızdan əmanət qalan dilimizin qorunmasının vacibliyindən danışaraq, gənclərə milli qürurumuz olan ana dilimizə həmişə dəyər verərək onu qorumağı tövsiyə ediblər.